Ki onları o kirada olan evlərin birində yerləşdirin, dedikləri adamlar təsdiqləmədi, gətirib yerləşdirmədi. Qalmışam küçələrdə. Ümumiyyətlə bu binada yaşayanlar hər kəs məcburi köçkündür. Yox, ev yerləri də var, intihası məcburi köçkünlər də var. Yarısı məcburi köçkünlərdir. Biz hara gedək, kimə deyək, biz bilmirik kimə deyək. Prezidentimizin bundan xəbəri yoxdur. Bilirik ki, prezidentimizə məktublar yazırıq, məktublar hamısı atılır ora-bura. Prezidentimizə çatmır. Prezidentimiz bunu bilsə bizi yerləşdirər. Prezident liderimizin dediyi sözə görə bizi burada qoyma. Dedi ki, öz yerlərində evlər tikiləndən sonra ora gedə bilərlər. Bizi niyə belə çöllərə saldılar? Xanım, hansı rayonun sakinisiniz? Mən Ağdam rayonunun Əlmədətli kəndində yaşayıram. Orada da evim tikiləndən sonra mən ora köçməliyəm. Cəmaatımla bərabər ora getməliyəm. Neçənci də siz 1993-cü ildən burada köçkündür. Bax bu binada yaşayıram. Bax o binanı, bax o ev hamısını əllərimlə tikmişəm. Bax o şəbət deyim mən. Hansı evdir göstərə bilərsiniz? Bax bu şəbət yox, ikincidir, yox. Yuxarı, ikinci mərtəbə. İkinci mərtəbədə. Mənim ev yiyəsi deyir ki, bağlıdır qapılar. Bağlıdır. Bir ay 20 gündür içində yaşayış yoxdur. Mənə deyir ki, məmurların cibini doldurmuşam, gəlib girmişəm. Kim deyir onu? Ev yiyəsi deyir. Deyir ki, getmişəm Qaşqomla işimi görüb gəlmişəm. Hə, Rövşən Rızayevin da bilmirəm, Rövşən adını demədi. Qaşqomla işimi görüb gəlmişəm. Heç kim bizə baxmır. Rövşən də yanına gedirsən, kətlərə aparır salır. Mən kətlərdə gedim, ayrı kətlərdə neyim? Mən öz kəndimi Ağdam rayonu Əlmədətli kəndində tikiliş eləsin gedim evimə. Öz torpağınızı istəyirsiniz. Öz torpağımı, öz evimi istəyirəm. O verməsə mən elə burada da qalacağam küçədə. Mən bu Qaraçuxurda mən işləyirəm. Mən ayrı yerə hara gedim? 62, 63 yaşım var. Ailədə neçə nəfərsiniz? Ailədə 3 nəfərik. Onlar hardadır? Qızım buradaydı, Nurcul da bacın. Buradaydı, oğlum buradadır, yoldaşım da rəhmətə gedir. Çəkin görün. Gəlin, yaxınlaşan göstərin. Siz gedin görün, siz də danışanda ha. Nə deyək, bu göz qabağında olan şeydir. Bizim Ağdam deputatları hanı? O seçki vaxt yürür gəlirlər ki, səs verin bizə, sizə bağ əkəcək, gül əkəcək, nağ aracaq. Gəlsin də bu zamanı yerləşsin bir yana. Yazıq deyil bunlar, insan deyil. Siz də Ağdam rayonundan. Bəli, Ağdam rayon Qiyaslı kəndindənəm. Niyə bizim deputatlar seçki vaxtı yürür, gəlir yalvarlar ki, sən Allah mənə səs verin. İndi kəndə bir dənə işlədə siz yarayın da. Yazıq deyil bunlar. İndi seçki vaxtı gələndə səs verənmək olanda o da bizə söyüş qalacaq, deputatlara səs verənin. Hani gələndə də gəlin biriniz də, adamsınız, kimsiniz? Nə Qaşqomumuz gəlir. Bir eşimcə Ağdamlı kimi, bir rəhbər kimi gəlin də, kömək edin. Ağdam rayon icabası Vaqif müəllim bilirmi siz bu vəziyyətdəsiniz? Bəli, bilir, niyə bilmir? Əlaqə saxlayır mı? Saxlayır, Vaqif müəllim saxlayır. Nə Qaşqın konu baxır, ay xanım. Nə bizim rayonun zadı bilir katib baxır, nə deyir? Zibil baxır, zibili baxır, heç kim baxmır bu millətə. Bir dəfə gəlib bizim Ağdam nümayəndələri burada maraqlanmayıblar. Bu da yazıqdır, bədbaxt qızı neçə aydır qarlı çöllərdə. Başsız adamıdır, mon çatdılar mənim çölə. Bizim elə adımız o deputatlardan da ya, Allah'ın olsun. Bir dənəsi gəl maraqlanıb, demir ki, bu mənim yerimdir, cəmaatımdır. Səs vermə. Deyir ki, mənim səlahiyyətim yoxdur. Səlahiyyəti yoxdur, nə oturub orada? Əkmər müəllim kimdir? Qaşqomumuz deyir burada Suraxanada. Suraxanın Qaşqın komissarıdır. Nazilə, onunla bərabər işləyən gəlib maraqlanmır. Deyirsən buralarda ev var, gətir yerləşdi, müvəqqəti yaşayım da burada. Mənim səlahiyyətim çatmır. Səlahiyyətim orada nədir? Torpaq alınıb, bəli. Hanı bizə ev veribdir. Çifti gedək də, çıxaq gedək, xarabamıza gedək. Götürsün, qaşını tutasın, torpağımızı da, evimizi teysin, versin, gedək də. Mən bu bizim evdir. Bəli, özünüzü təqdim edin. Ocaqov Xəyal Familoğlu. Məsələn, 8-ci mərtəbə o biri binada, qırmızı binada qaşqın qalır, bura boşdur. Gəlib buranı kiraya verir. Heç olmasa dedim, bizi bura yerləşdirir, yerləşdirmirlər. Nə bilim, gəlir, icra gəlib deyir ki, prezident kimdir ki? Prezident, bu da şəkildə var. Şəvə bura şəkilini mən bir gətir. Göstərə bilərsə mən vətəndaşın sözü deyəni. Deyir, prezident kimdir? Qəfildən gəldilər, bizi aldatdılar. Bir ixtiyarları yoxdur bizi aldatmağa. Düzdürmü xanım? Bizi aldatdılar, gəldi ki, evi boşaldıblar. Bir dənə mavi ver, onun bir dənə mavi ver, baba. Göstərim, onun adı soyadı kim? Heydər Bəxtiyarov. Baba, bu şəxsdir ki, baba. Bəli, bunlara pul veriblər, məhkəmə icraçılarıdır. Deyir, bu şəxs deyir ki, prezident kimdir ki? Şahidlər də var. Hamının yanında sakinlər yanında ki, prezident kimdir ki? Gəldilər, hamısı gəldilər. Elə bir ki, biz əstəğfurullah, yəni biz erməncədir. Biz belə xanım, Allah kitab bura. neçə gündür baba bu şəxslərdir. Baba bu şəxslərdir. Baba gəldilər, girdilər içəri. Baba bu gəldilər. Bu şəxslər? Baba bu şəxs dedi ki, prezident kimdir? Bu şəxs deyir ki, nə Türklər sonra. Bacımın ürəyi gedir.
Burada Suraxanın icraçılarıdır. Suraxanın icraçıları. Deyir Kızımın prezident kimdir ki? ürəyi Sən qalıb kimsən ki? gedib kızımın Prezident Məhkəmə deyirsən. icraçıları. Bəli, bəli, bəli. Gedək orada xahiş edirəm ki, gör harda yaşayırıq. Gidin göstərin zəhmət olmasa. Başımıza gələn düşmən üçün belə şey eləməz. 2 aydır uzanıblar o yağışın suyuna. Ona nə demək? Dövlət yoxdur, ona Göz qabağında da bu. Adamın ürəyi ağrır, and olsun Allah. Qalıb 2 aydır deyib yağışın palçası içində, bayramın günləri qalıblar çöllərdə. Xeyirşər mağazada. İşin biri ələ gələsi deyil. O yaxşı suyunca o biri ələ gələsi Kimli deyil. günahkar bu Hamısı məsələdə? kreditlə arıqda olur. Günahkar kimi görürsüz. Günahkar bizim Günahkar qaşıqda. sən xanım kimdir? Rövşən Rzayev. Rövşən Rzayev mən eşitdiyimə görə bizə heç olmasa Ramanıda ev versin. Oranda deyirlər ki, ən azından da satıb qoyurlar. Rövşən Rzayev nədir? Eşitdiyimə görə evləri satır. Mən eşitdiyimə görə bax burada Əhbərdən o vaxtı qaçqınlara ev satıb verir. Burada da Sübut eləyərəm. Şəkli kəsəbəsində də var. Yox, Qobudan məsələn istəyim, yəni Qobudan məsələn deyirlər, məsəl tutalım ki, biz anam 63 yaş var xanım, düzdür? Nətər Qobudan gələr? Burada yaxında yerlər var. Heç olmasa ən azı Ramandan versin. Ən azı Ramandan versin də. Rövşən Rzayev qabından gəlsən, elə bir bizi uşaq kimi oynadılar. Sam pişik oynadılar bizdən. Gecə harda qalırsan? Gecə də bax, gəlin gedək baxın, baxın. Gidin göstərin. Elə orada. Gönüz yası olur, gönüz yası olur. Orada yaşar, öləndə də adamı Ancaq öz kəndinizi. Öz kəndimi istəyirəm. Bir də Xanım, bu ulu qara öndərimizin 98-ci ildə, 98-ci 16-cı maddədə qanunu var. Qaçqınanı heç kim tərpədə bilməz. Bu cənab prezidentin niyə qanununu bunlar zidd gedirlər? Mən baxım, nə alıblar, pul alırlar. O ev yəsi mənə deyir ki, şəxsən deyir ki, 40 min mən pul 50 min, vermişəm. 50 min. 40 min, 50 min. Düşün, biz hara gedək? qara çuxurda ancaq qara Sizin yalnız tələbiniz Ağdamın Əlmədətli kəndinə Əlməz kəndini getməkdir. yoxsa qara çuxurda da yer versin, yerləşsin. Burada yer var da, bax bu dediyimiz yer var, bax Qaşqın xanım, Qaşqına ev. Qaşqın o biri binada Qaşqın var xanım, düzdürmü? Qaşqın var. Gəlib deyir ki, şeydir, nədir? Burada ev verir kəsə. Onun o binada onun bir ev var da, düzdürmü xanım? Şəxsən evi var. Niyə gəlib burada kiraya verir? 32 ildə gəlib sizə demişlər bu ev mənimdir, çıxın. Demişdilər də, demişdilər ki, hə biz bizə dedi ki, köçərib. Qəfildən gəldilər, pul veriblər. Ondan sonra bax indi Ya sizə xəbərdarlıq etmədən köçürdülər. yox, xəbərdarlıq məktub gəlmişdi. Bunda Çəkir xanım, Əhbərin yanına getdim. Dedim ki, bizi çıxardacaqlar. Dedi boş söhbətdir. Biz də ona ümid olduq da xanım. Əkbər kimdir? Bizim Qaşqın komun sədri. Suraxan rayonundan xanım, bax keçin bax. Bura haradır? Burada yaşayırsınız. Şər mağarıdır. İndi hal-hazırda burada yaşayırsınız. Bəli, bəli, bəli. Yaşayıram. Gəl mənim yaşayışıma bax. O çiyokda qazda peçin kürəyi qaytardı. Mən burada yata bilmədim. Uşaqlar bir yerə bax. Mən burada günüz yası olur. Çöldə otururam. Gecə də gəlib gelib burada yatıram. Mən nə etməliyəm? Bunun ən səbəbi siz kimdir xanım? Əhbər müəllim şeydir, nədir onun adı? Rövşən Rzayevdir. Ver məhkəməyə. Mən də vallahi məhkəməyə verməsi pulum yoxdur ki, gəlin məhkəmədən. Xanım, bunun əsas günahı ki, mən buradan cənab prezidentimə demək istəyirəm ki, Rövşən Rzayevdir. Bizi qəbul eləsin, özü şəxsən Ramanı boşdur. Hamı bilir ki, Ramanı boş. Satdığı boşdur. Raman bura bina boşdur. Bilirəm də ən aşağısından bu alınması ora. Bu binada binalar boşdur. Binalar boşdur. Köçürsünlər qaçqınları. Məsələn, Qaçqın xanım ixtiyarı var, Qaçqın gəlib burada kira verir. Son vaxtlar Leysan oldu. Titrəsir deyib burada. Neçə aydır burada yaşayırsınız? Bu gün 48 gündür. Elə bir ermənilər atdı. 93-cü ildə. 93-cü ildə bütün veşimi qoydum, ancaq uşaqlarımı götürdüm, gəldim. Orada əziyyət çəkdim, yığdım, qoydum, gəldim. Burada da əziyyət çəkdim, mənim satları kreditdədir, mallarım hamısı kreditdədir. İndi əziyyət çəkmişəm, burada qoy, hamısı zay olub gedibdir. Mən neyniyim? Mən panel evə gəlib girmişəm. Qapısı yox, pəncərəsi yox. Qapısını qırıb girməmişəm, evinə girməmişəm. Pəncərəni hamısını 25 min ora xərc çəkmişəm. 25 min. 25 min zanda heç olmasa 10 min vermədi ki, get özünə bir yerdə bir gün ağla. Mən də indi binada boş evlər var. Binada istəyirəm ki, məni yerləşdim. Mən piyada gedim, qoca arvadım. Gedim işim işləyim, gəlim yetimlərimi saxlayım. Evlərini Mənim gücüm yoxdur ki, şey açam da, deyirlər nə təzminat davası. Onu açam, mən onu alam. Mən kimə deyim bə? Mən zəhmətlə, mən bu kreditlə götürmüşəm, zəhmətlə götürmüşəm mən onu. Xanım, söz demirik. Amma məhkəmənin qərarı o nədir? Bizi aldatdılar. Bizim telefonumuzu aldılar oradan, aldatdılar. 4 saat bizi yubandılar. Nədir? Veş tökələ çölə. Düzdürmü? Məsəl üçün, əgər mən gələrdim, anamla gələrdim, deyərdi ki, qardaş, səni məcburi çıxardıram, yoxsa çıxsın. Biz nəsə bir şey Nerede gelişməlidir. saxladılar sizi 4 saat? Suraxanı məhkəməsində. İcrada. İcrada saxladı. Bizi niyə aldadırsan? Bax, sual verirəm sənə. Bizi məhkəmə niyə aldadırsan? Telefonumuzu aldılar. Gəldim ki, bacımın ürəyi gedib, nədir, skor gəlib. Başımıza oyun açırlar. Altdan cənab prezidenti çalışırlar ki, gözdən salarlar.
Bunun da ən səbəbi Rövşən Rızayevdir. Rövşən Rövşən Rızayev ki, qaşqın statusu götürürsə, sən nədirsən orada? Səhv deyirəm xanım. Nədirsən orada? Qaşqınlıq statusu götürülürsə, sən nədirsən orada? Adıma sual Əkbər, sən verin. nəsən burada qaşqın statusu götürür? Rövşən Rızayevə müraciət etmişsiniz. Getmişik. Getmişik bizi qəbul edir. Onda onun işçiləri bizə məbad Niyə edir ki, qəbul eləmir? bilmirəm. Səbəbi Onun nədir? işçiləri gəlir deyir ki, Sağ yer verirəm də Geroboydan şeydə. Mən Geroboyda geyim neyniyim? Qocar adam. Mən öz bir də qaşqın düşüm, sonra bir də gedim Əlmərətli kəndinə. Xanım, siz Rövşən Rızayevə demədinizmi? Yarım əsr az qalıb ki, mən bu evdə yaşayıram. biz onun gözünü görmüşük. Görmüşük ki. Oradakılar yalanla yazır. Əli Bayramlı, Geroboy. Mən Əli Bayramlıyam. Mən demək istəyirəm ki, xahiş edirəm cənab prezidentimiz Rövşən Rızayevə təlimat versin ki, Rəhbərə. özə ima bax, təlimat versin ki, bəzi qaşqınlar da təşkil düşür xanım, 7 nəfər siyahıdadır. Ki onlar da qorxurlar. Cəmaət deyir ki, xanım bax xeyir var, şər var, düzdürmü? Mən aparsın ki, o gəncəm, mən nətər gəlim kimsə xeyir işinə. Məsələn, mənim anam burdadır, eşim burdadır ki, atam itirmişəm. Bir olmaz axı. Dərəbərlikdir. Ona görə bizi başsız gördülər, atdılar çölə. Xanım, kimə müraciət edirsən? Ağlama günahın yəqin indi kanallarımız vasitəsilə qurumlar Bizə baxarlar. Əhbər müəllim gəldi, baxdı, gördü ki, getdi Əhbər müəllimin yanına. 8-ci mərtəbə var, o dediyimiz mərtəbə. Əhbər müəllim saldı ora, nə ev yəsi çıxdı orada, nə qaşqın çıxdı. Bomboşdu. İndi orada niyə kirakeş yaşamalıdır, mən qalmalıyam çöldə? Bizə apar o şey var, o piştir kimi yeri var elə orada. Yataqxana. Yataqxana. Orada Yataqxana deyil, o şey, balnisə. Balnisə kimi bir nəsə orada pis gündədir xanam. Pis gündədir. Məsələn, tualet hamı bacası yox. bir 10 ailə bir üzr istəyirəm, çimməyə gedir, başqa yerə gedir. Olmaz axı xanım. Bunda da bizi taftalayırlar. Atıblar yerə. O bir xəbər gəlməyib. 8-ci mərtəbədə o kirakeşi çıxarsın, məni yığsın ora. Əhbər müəllimə deyirsən, deyir mən bilmərəm. Və kim bilməlidir? Biz niyə oturmusan bə orada? Nazilə də böyründə, bizim qaşqonun böyründə də Nazilə xanım oturub. İkisi də qaşqınlara baxmalıdır. Və niyə oturub orada? Nəyə görə oturub orada? İcra başçısı sağ olsun, bizi qəbul elədi Adil müəllim. Dedi ki, onlarda binada kirakeş varsa onları yerləşdir. O onların sözünə baxmadı. Məni gəlib yerləşdirən olmadı. Sən necədir? Özünüzü təqdim edin. Mən Füzuli məcburi köçkünüm, Füzulidə Zeynalov Ramil. Sən də qonşuyuq da burada. Hər halda indi ən azından adam vicdanı qəbul eləmir də. 2 aydan artıqdır bunlar küçədədirlər. Sən indi belə danışanda deyirlər ev sahibləri. Biz ev sahiblərini də başa düşürük. 30 ildir növbədədirlər, evlərini gözləyirlər. Sən kim istəyirsə kimin evində ki qalsın. Yəni bunun düzdür, biz başa düşürük, məcburi köçkünlər var, bunu da etiraf eləyir. Evləri var, kiriyə veriblər, kimsənin evi kiriyə veriblər, başqa şeylərdir. Başa düşürük. İndi ümumi götürmürlər də bu yetimlərin evi hal-hazırda yoxdur da, küçədədirlər bunlar. İndi bu da dövlət proqramı ilə yerlər bərpa olunduqca köç olur, gedirlər. Hal-hazırda bunlar da Ağdamın Çoranı kəndindəndir, Əlmədətli kəndi. Yəni faktı ki, bunların torpaqları işğaldan azad olunur, təbii. Allah şəhidlərimizə rəhmət eləsin. Amma bərpa olunmuyor, bax, məsələ budur. Bu gedib o qanqallıqda nə edəcək? Yəni tikilsin ki, bəli da, indi 1 il, 2 il, qısa müddətdə yəqin ki, mərhələlər şəkildə köçürülür, gedir də, kim qalacaq ki burada? Biz ev sahiblərini də başa düşürük, onlar da yazıqdır. Burada ya da siz də elə belə... Yox, mən də məcburi köçkünəm, burada yaşayıram. İndi bunlar da baxır, adam vicdanı qəbul eləmir, ən azından insanda axı. Sizin özünüz şəxsi eviniz var ya, siz də... Yox, mən də məcburi köçkün kimi yaşayıram. Sən necə, adam vicdanı qəbul eləmir, ən azından olmaz axı. Qanun var, qayda var, indi... Bir dənə bayraq eləyiblər məhkəmə. Məhkəmə qərar verir, məsələn, başa düşürük, indi bunlar, sən necədirlər? Bunların da işi var, yaşlı adamdır. Gedir burada məktəbdə süpürgəçi işləyir, bir 5 gün. Bu getdir, tutaq ki, bunu apar deyir, gedək, nə bilim, hara deyirlər. Qobiya məsələn. Hə, Qobiya apar. Bu yetim orada Qobiyada, bu işi yox, gücü yox. Özünüz də bilirsiniz, məsələn, Azərbaycanda... Yox, ümumiyyətlə, Azərbaycanda iş problemidir. İş problemidir. Azərbaycanda iş yoxdur. İşsizlikdir. Bu da hal-hazırda gücün ondan buna bir minnət xahiş et, bir yerdən 5 manat alır da. Bu buradan da çıxdı getdi. Bunu kim təmin edəcəksin? Bu adından ölməlidir. Başa düşsən necədir? Bir yer, bəli, bir bütün insan yaşayışına uyğun bir nəsə iş görürlər, sonra insan aparırlar da ora. Başa düşdün necə? Çətindir. Düzdür, Adil müəllim sağ olsun bizi qəbul etdi. O da şəhidlərin yanındadır. Məsələn, Şəhid ailələrinin. şəhidlərlə tədbir görür. Biz getdik. Onun nümayəndələrinə tapşırdılar ki, gedin bunlara iş görün də, kömək edin. Bu gətirib ora verir, bura verir. Bax, gəlin dedim ki, orada mərtəbə boşdur. Onun maraqlansınlar, öz blokumuzdadır. Boşalsınlar, girək orada. Soyuqları yola verir. Soyuqları yola.
Mən təmiz danışanım. Bax burada məcburi köçkünlər var. Hal-hazırda özlərinin başqa yerdə də bəli, evləri də var. Qoy helası çıxartsalar, deyərəm əcəb eləyirlər. Başqa yerdə ünvanlı evləri də var. Məsələn, helası var burada kiriyə verib, hansı ki, bax Başqa buranı. yerdə yaşayır. Başqa yerdə gedib yaşayır. Elələrin Və yaxud da göndərmələri. buranı kira verib, nə bilim belə də, bax belələri də var. Biz o helələrlə danışmırıq. İndi danışanda ümumi qaçqınlardan danışırıq, məcburi köçkünlərdən də hal-hazırda qaçqın başqadır. Amma məcburi köçkünləri qatışdırırlar ki, hamı da elə başa düşür ki, həqiqətən də məcburi köçkünlər hamısı elə deyil. Bunların 80%, 80% yəni pis vəziyyətdə. Birinci cənab prezidentimizə xahiş edirəm ki, bu işlə maraqlansın. Rövşən Rzayev təlimatlandırsın ki, qaçqını incitməyin. Yəni əhbərdir, hər bir qaçqın komları da, yəni qaçqınları incitməyin. Bir dənə əlində bayraq tutublar ki, hə, məhkəmə qardaş dediyi kimi, hə, bizi çıxardılar çölə ki, hə, düzdür, Allah şəhidlərimizə rəhmət eləsin. Cənab prezidentimiz 44 günə bütün dünya tanıtdı ki, necə mənim xalqım və necə mən sərkərdəyəm. İndi qoymurlar da qardaş, bayraq ellər ki, hə, məcburi köçkünlər onu atırlar ora, bunu atırlar bura, məcburi köçkünlər incidirlər. İndi deyil eşitdiyimə görə 6-7 dənə məcburi köçkünləri yenə bax evləri məsələn məktub göndərilir ki, çıxın. Bu ki qorxurlar, hara gedək çıxar? Məsəl üçün qardaş, mən ulu öndərimiz 98-ci ildə qanunun 16-cı maddəsi deyir ki, qaçqın öz yerinə nədir, köçmüncə heç kim onu çıxartmasın. Niyə Rövşən Rzayev cənab ulu öndərimizi qanunlarına zidd gedir? Mən maraqlıdır. Bax, mən cavab versin. Oradan sağ ev verirəm, buradan sağ ev verirəm. Elə biz atılır, elə bir ki, üzr istəyirəm, təklif edirlər. Elə bir vəziyyətdə təklif edirlər ki, bu bir dəfə artıq köçkün gəlib daha. Ged ora köçkün, bura köçkün. Bilsən necədir? Olmur axı. İndi gözləsinə də 1 il, 2 il, qısa müddətdə yəqin ki, bərpa olmuş gedəcəklər daha. xanım bir dəqiqə bu şifrə son sözümü deyim mən. Üzr istəyirəm, bütün qaçqınlar gedəcək. Şəxsən mən neyəm ki, mən Bakıda heç gedib bulvarda gəzəlim yox. Elə mən kət kimi bir yerdə yaşayıram da. Başa düşürsən? Amma mən şəhər lazım deyil. Füzuli rayonunun böyük Pürəməsi kəndi var. İnşallah yerin bərpa olunacaq, tikiləcək, keçib gedəcək. Mən burada qalası deyiləm ki. Vallahi Allah'ın da olsun. Sadece olarak biz kanun qaydayla. Onda bir nəfəri çıxardırsa, ardı da gələcək. Ondan da. Bəli. Son olaraq kimə müraciət Son edir? olarak cənab prezidentimə. Cənab prezidentimə kimi maraqlansın. Cənab prezident nə qədər dəfə tapış verdi ki, Cəbrayıldır, Şuşadır, hamı köç oldu. Düzdürmü? Biz də heylə. Biz də yerə köçək də, yəni biz onu elə istəyirik. O da ki, çətin alır. Amma o günləri 33 ailə getdi da. Nə kənd idi? Sarzalı. İndi belə tikildikcə gedəcəklər. İndi bunların da kəndi tikilmir. Baxın, o üçün işğaldan azad olunur. Gedib orada yaşayacaq. Tikilsin. Uşağı gedirdim işə, Fərqli deyirdim Allah olmaz, balqonu. Bir dənə sən bir o, buyurun. Uşağı gedirdim işə, deyirdim Allah balqonun raşatkası yoxdur, uşaq yıxılıb öləcək. Oradan qaçmışam, indi də burada öləcək. Elə tikmişəm bu evləri. Müftə tikməmişəm amma. Mən atıb çöllərə. Mən bu ölkənin adamıyam. Əgər mənə baxmırlarsa, başqa səfirliklərdən yardım istəyim, başqa ölkələrə gedək. Bax bunu istəyirəm. Baxmırlarsa gedim başqa ölkələrdə səfirliyə, deyim mənə yer verin, yerləşim.